Heç vaxt yox deyə bilməyən insanlar müəyyən müddət terapiyadan sonra yox deməyə başlayanda çox qəribə bir reaksiya ilə üzləşirlər. Qarşı tərəfin fərqli reaksiya göstərəndə əsəbləşməyə başlayırlar. Onlar düşünürlər ki, əgər mən yox deyirəmsə, əgər mən öz istəklərimi bildirirəmsə, qarşı tərəf də bununla razılaşmalıdır və mən heç bir diskomfort hiss eləməməliyəm. Bu əslində nədən irəli gəlir? Ondan irəli gəlir ki, onlar beləcə uşaq yaşından hər şeyə hə deyərək, öz hisslərini bildirməyərək, uyğun olmağa çalışaraq başqa insanların hisslərini, reaksiyalarını kontrol etdiyini sanırlar. Çünki beləcə həqiqətən də qarşı insan səndən daima razı qalır. Əsəbləşmir, qırğına düşmür, qarşındakı insan heç bir mənfi reaksiya göstərmir və beləcə sən onu kontrol etməyə başlayırsan. Bu isə uşaqlıq illüziyası təbii ki. Əslində isə biz qarşı tərəfin nə reaksiyalarını idarə edə bilmərik, nə emosiyalarını idarə edə bilmərik, nə də davranışlarına idarə edə bilmərik. Qarşımızdakı insan yetərincə yetişkin insandır ki, öz aqressiyası ilə, öz xəyal qırıqlığı ilə, öz fərqli hissləri ilə bacara bilsin. Biz isə yetərincə yetişkin insanıq ki, öz hisslərimizi bildirə bilək, harda bizə uyğun deyilsə, yox deyə bilək. Nəhayətində qarşımızdakı insanı kontrol etməyi buraxa bilək.